Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məsəti qəsəbəsində 2 sot torpaqda bir böyük sal, eyni zamanda 2 böyük otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən sizə zalını göstərirəm. Zalın ölçüsü 4-ün 5-ədir, otaqlar isə 4-ün 4-ədir, kürsülüdür, 2 qat kubiklə hörülüb. Gördüyünüz kimi pəncərələri deməli evrodur. Bax hal-hazırda mən sizə deməli otaqlardan birini göstərim. Onda deyim ki, polu taxtadır, möhkəmdir. Bax bu cürdür. Bura isə ikinci deməli otaqdır. Otaq eyni zamanda həmin ölçüdədir. Yəni 4-ün 4-ədir. Sənədi ilkin sənəddir. Arxı var, aşı var. Bildiyiniz kimi hal-hazırda ilkin sənəd ilə ancaq deməli etibarnamə yolu ilə satılır. Bura isə mətbəğidir. Bax bu cürdür. Buranın ölçüsü, yəni zalın ölçüsü 4-ün 5-ədir. Pəncərələri evrodur, reşotkaları var. Deməli bu həyət evi Məsəti qəsəbəsində bax bu cür deyim. Deməli hal-hazırda mən darvazadan giriş hissəsində durmuşam. Sağ tərəfdə, yəni yuxarıda Gədəbəy kafesi tərəfi istiqamət demək mümkündür. Deməli 11 nömrəli marşrut keçir. Aşağı tərəfdən isə 20. Bax bura deməli hamamıdır. 1,5 tonluq su bakı var. Bildiyiniz kimi yaxın vaxtlarda Məsəti qəsəbəsinə asfalt yollar çəkilib. Hal-hazırda onu da deyə bilərəm ki, sentyabrın 1-dən bildiyiniz kimi çox müasir avtobuslar işləyəcək. Yəni eyni zamanda bax bu mən bildiyimə görə həm də tez-tez, yəni intensiv işləməlidir. Bax bura deməli hal-hazırda 20 deyirəm. Ola bilsin ki, gələcəkdə yaxın vaxtlarda, yəni sentyabrın 1-dən təxminən 100 metrliyindən başqa bir marşrut xətti keçsin, nömrəsi başqa olsun. Bu da mümkündür. İndi isə mən sizə navisin alt hissəsini göstərirəm. Maşın daxil olur. Bax kürsülü olmalı. Gördüyünüz 2 qatdır. Qiyməti 60 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura isə bağçasıdır. 2 sotdur. Bax gördüyünüz kimi 3 tərəfdən deməli kubiklə hörülüb. İndi isə mən sizə evin xarici görünüşünü göstərirəm. Yuxarıda, yəni hal-hazırda görmək mümkün deyil, ancaq mən şəxsən baxmışam, qrişası çox yaxşı bir vəziyyətdədir. Kubiklə hörülür, 2 qatdır. Bax bura bağçasıdır. Qarşıda deməli badvalı var. Bax belə bir həyət evinin qiyməti 60 min manatdır. Onu da deyim ki, qiymətində mütləq razılaşma olmalıdır. Bax belə sizlərə uğurlar.